ARB24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mözümovadır. Hər vaxtınız xeyir, bu saatın əsas xəbərlərinə keçək. Ukrayna ilə Rusiya arasında mümkün təmaslarla bağlı yeni siqnallar gəlir. Kiyev ən yüksək səviyyədə görüş variantını gündəmə gətirib və bildirir ki, müharibənin ən ağrılı mövzuları yalnız birbaşa dialoqla həll oluna bilər. Bununla yanaşı beynəlxalq vasitəçilər də prosesdə aktivdir, amma tərəflər arasında hələ də ciddi fikir ayrılıqları var. Cəbhədə gərginlik davam etdiyi bir vaxtda diplomatik cəhətlərin real nəticə verib-verməyəcəyi əsas sual olaraq qalır. Mövzunun detalları və mümkün senarilər növbəti sujetdə. Kiyev Moskvaya dialoq üçün siqnal göndərir. Ukrayna prezidenti Volodymyr Zelenski sülh danışıqları çərçivəsində Rusiya lideri Vladimir Putinlə birbaşa görüşə hazır olduğunu bəyan edib. Bu açıqlama fonunda diplomatik proses yenidən diqqət mərkəzinə gəlib. Zelenskinin mesajı açıqdır. Ərazi mübahisələri və xüsusilə Zaporojye AES üzərində nəzarət məsələsi masa arxasında həllini tapmalıdır. Lakin Ukrayna lideri eyni zamanda xəbərdarlıq edib ki, danışıqlar real nəticə verməzsə davam edən hücumlar fonunda cəmiyyət diplomatiyaya inamını itirəcək. Bu isə Kiyevin həm Moskvaya, həm də vasitəçi rolunda çıxış edən qərb paytaxtlarını ünvanladığı ciddi siyasi mesajdır. Bu müharibəni bitirmək üçün bu qədər diplomatik səylər göstərildiyi zaman Amerikalılar Ruslarla danışıqlar apararkən, Avropalılar səy göstərərkən diplomatiya xalqı üçün real əhəmiyyətə malik olmalıdır. Təmaslar fonunda Rusiya hücumları davam etdikcə insanlar dialoqların konstruktiv olduğuna və ya real nəticə verə biləcəyinə olan inamlarını itirirlər. Digər tərəfdən ABŞ dövlət katibi Marco Rubio'nun Donbas məsələsinin hələ də keçilməmiş körpü olduğunu deməsi göstərir ki, tərəflər arasında əsas fikir ayrılıqları hələ də qalır. Diplomatik səylər intensivdir, lakin ortaq məxrəc hələ formalaşmayıb. Donbasla bağlı ərazi məsələsi Rusiya və Ukrayna arasında danışıqlarda hələ də həll olunmayıb. Bu məsələ ilə bağlı hər iki tərəfin fikirlərinin uzlaşdırılıb, uzlaşdırılmayacağını müəyyən etmək üçün aktiv işlər aparılır. Amma bu hələ də keçmədiyimiz bir körpüdür. Analitiklərin fikrincə, Kreml hazırki mərhələdə belə bir görüşə ehtiyatla yanaşır. Çünki Moskva üçün birbaşa təmas yalnız konkret nəticə və zəmanətlər olduğu halda məntiqli görünə bilər. Əks təqdirdə bu addım daha çox siyasi təzyiq fonunda atılan jest kimi qiymətləndirilə bilər. Bununla belə prosesə ABŞ-nin daha fəal şəkildə qoşulması balansı dəyişə bilər. Putin-Zelenski-Trump görüşməsi ihtimal dahilindedir. Ancaq bu görüşmə zor bir ihtimal olsa da eğer ki gerçekleşirse Zelenski'nin işi oldukça zordur. Çünkü Putin Zelenski'den toprak tavizleri almadan bir ateşkes ya da barış imzalama ihtimali neredeyse sıfıra yakındır. Həmçinin ehtimal olunur ki, mümkün danışıqlarda Krım məsələsi də yenidən gündəmə gələcək. Kiyev üçün bu prinsipial mövzudur və Zelenski ölkəsinin ərazi bütövlüyünün müzakirə predmeti olmadığını açıq şəkildə bildirir. Bununla da mənzərə onu deməyə əsas verir ki, müzakirə ediləcək məsələlər kifayət qədər ağırdır. Sülh üçün dialoq imkanı var, amma tərəflərin qırmızı xəttləri hələ də qalır və nəticə məhz bu sərhədlərin necə dəyişəcəyindən asılı olacaq.